Salam xanımlar, bugün mətbəxi yığışdıracağam. Başlamışam artıq mən. Pəncərələri silmişəm, hər ikisini. Jalüzlərimiz düzəlməyib, düzəltdirəndən sonra sizinlə də paylaşaram yəqin ki. Dünən kitab rəfini də yığmışdım. Burada da kitablarım var. Belə qələm qablarım, dəftərlərim filan. Bunları da yığacağım o kitabların yanına. Bunun için səlqə salacağım. Xala dediyim kimi o gün təmizləmişdim. Pəncərələr silmişəm. Mətbəx mebelimi səlqə salacağım. Xalçanı çıxardacağım. Hər yeri təmizləyəcəm. Sil süpür. İşıqlar, qazımızı söndürüblər. Hava soyuqdur. Su soyuqdur. Soyuq su ilə iş görməyə çalışacağım. Bugün mətbəxi yığışdıraram. Yəqin ki sabah da artıq yataq otağına yığışdıraram. Koridorun hələ ki xalçalarını, zalın xalçasını çıxartmışdım. Hər yerin divan altı, stolu çəkdim, sildim, süpürdüm, hər yeri təmizlədim. Amma xalçasını koridorda kitab yığdığım rəfi yığmışam. Səlqə salmışam, ayaqqabıları səlqə salmışam. Sizlər üçün də çəkmişəm. Bundan əvvəlki videoda yəqin ki görəcəksiniz. Amma koridorun xalçasını çıxartmamışam. Çünki istər-istəməz bütün otaqlara girib çıxdıqca koridordan keçməliyik və koridor tez kirlənir. Zalımı da göstərim sizə. Mehran oyuncaqları. Bunu da gözləyirəm qaynanam gəlsin, qaldıraq bir yerdə altına salaq. Belə dünən yığmışdım. Evimin indi təmiz olduğunu düşünürəm. Bunu da qaynanamın da verəcəm aparsın. Çünki bu pərdələri ondan ütüləmək olmur. Yoxlamışam olmur. Bunu da dünən hörmüşəm qızım üçün. Çiçəklərini də özüm düzəltmişəm. Əlimdə olan şeyləri, iplər bitirmək istəyirəm ki, ortalıqda qalır və o iplər dolaşır bir-birinə. Bunlar əlavə kitablardır. Bunları bazanın altına qoyacağım. Onları çölə qoymalıyam. Onu qızım hər dəqiqə çölə çıxıb girib çıxanda onları geyindirəm deyə orada qoymuşam. Hələ ki indi qızım yatıb düzü. Keçək indi mətbəxi yığışdırmağa. Buranın ətraflı göstərim sizə. Onu bilmirəm hara qoyum. Yer yoxdur amma. Yer yoxdur deyə hər şey basıraq durur. Bunları səlqə salacağım. Buranı bitirəndən sonra su da isinsə, bunları xlora qoyacağım. Düzdür, təzə qoymuşdum, yəni təmizdilər. Amma yenə də qoyacağım. Bunu mənə ev yoldaşım qızlar almışdı. Mən ilk dəfə evlənəndə bizə qonaq gəlmişdilər və onu da alıb gətirmişdilər. Bunun da ikisini bura qoymuşam. Dördü də o kitab rəfinin altındakı polkadadır, korobkada. Baxın beni. Onları qoymuşam ki, qızımın köhnə və kiməsə verilməyəcək dərəcədə köhnə olan paltarlarıdır. Verilməyəcək dərəcədə dediyim, yəni rezini qaçmış, üstünə ləkə düşmüş belə paltarlarıdır. Ona görə onları qoymuşam ki, təmizlikdə istifadə edeyim. Bunları saxlamışam çünki bir dekor var, onu düzəltmək istəyirəm. Bəlkə bunları çölə qoydum, bəlkə. Çünki burada darlıq yaradırlar. Hər dəqiqə işlətməliyim şeylərdir də bunlar. Belə, buraları yığışdırım. Birinci ilə başlayayım kitablarımı aparmağa. Migə hazırlaşanda keçən il baxın. Kızımın dərmanlarıdır. Bu da qızımın kassasıdır. Hər dəfə bura maşından meyvə tərəvəz gətirirlər. Ondan nəsə alanda belə manatlıqlar qalır. Düz bunlar saxlamışam çünki nağd pulum azdır. Nəsə almaq burada nağd olur ancaq. Hər dəfə oradan nəsə xırda gətirəndə bura qəpik dolanda bunun içinə tökdük. Migə bundan hazırlaşmışdım. Qoyun sizə göstərim. Mən hara kimi oxumuşdum Migdən. Dəqiqə. İkinci fəslə keçmişəm xanımlar. Elə buradan sonrasına baxın, heç baş davam etməmişəm də. Bu texnikaları səhv eləmirəmsə, Eylervin diqramı filan. Bunları elə belə oxumuşdum. Baxın. Yəni ikinci fəsildə belə. Elə bunu da tam oxumamışam. Baxın, buralarda heç bir işarə yoxdur çünki oxumamışam. Keçmişəm elə burama Eylervin diaqramına ki, asanlıqla qoyacağınız oxuyum, dəqiqləşdirim də. Bunu belə oxumuşdum. Bundan görüm elə. Toplu. Bundan da yəni elə bir şey işləməmişəm. Bu mənə çox çətin gəlir. Çətin gəlir dediyimdə o da bilirsiniz necə, mən əsərləri oxumuşam. Məsələn, bilirəm də məzmunu nədən bəhs edir. Məsələn, Leyli və Məcnun poeması. Bilirəm orada nədən bəhs edir. Amma bəzi xırdalıqlar var ki, onları yenidən oxumaq lazımdır. Yenidən oxuyub nə etmək lazımdır? Xırdalıqlara diqqət etmək. Yəni belə deyim, mən 20 dənə ixtisas yazmışdım. Ay da, yağ oldu buralar. Zəhran dərmanı yağ buraxır. 20 dənə ixtisas yazmışdım.
Bu mənim qeyd dəftərçəmdə ağlıma gələn hər şey buraya yazıram. Pul, nə bilim, nəsə bir fikir falan. Hə, ixtisasdan 20 dənə, kurikulumdan 12-dən yazmışdım. Bundan o gün işləmişəm bir 5-6 dənə mətn. Bu, bax bunu məsələn oxumaq lazımdır. Bundan oxuyursan ki, dərinliyinə. Bunu işləyə biləsən. O da ki, mənim oxumağa həvəsim yoxdur. Yoxdur dediyim necə? Mən yeni şeylər qəbul edə bilmirəm. Artıq mənim abituriyent vaxtı hazırlaşdığım müəllimim mənə nə deyibsə, onlar mənim beynimdə qalıb. Yenilikləri ilə anlaya bilmirəm. Bu son 5 ildə belə olub. 2020-dən bu tərəfə. Beynim algılamır elə bil. Bu da məşğələ keçdiyim şeylərdir, məşğələyə istifadə etdiklərimdir. Belə. Yağ buranı, bu da qırılıb deyəsən. Dünən mərci supu bişirmişdim. Eləyə bilmədim. Yəni mən blenderdan keçirdirəm və o daha yaxşı olur. Amma eləyə bilmədim. Çünki fırlanmadı. Belə. Dediyim kimi, xaladenkım təmiz, içini o gün təmizləmişəm. Bəlkə buzluğunu, o da soyuqdur, soyuq şeylərə əl vurmaq istəmirəm. Buzluğunu bəlkə təmizlədim. Bu şkaf sərgiyə salınacaq. Bir də bunun içindəki şkaflar, onun üstlərini yığacam. Belə. Bir də bazaya baxacam. Artıq bilirsiniz necə? İstəmirəm artıq şeylər olsun həyatımda. Artıq şey dediyimdə məsələn əşya olsun, insanlar olsun, kontaktımdakı şəxslər olsun, telefonum qalereyasındakı şəkillərdən olsun, Instagramda və yaxud da TikTokda falan hardasa takip etdiyim insanlar olsun. Artıq şeylər artıq mənə yük gəlir. Ona görə bir də arınma eləmək istəyirəm, sadələşmək istəyirəm. Elə bəyə başlamışam iplərimlə. İplərim qarışıq olur, ortalıqda məhv olur deyə əlimə gələni hörüb atacam ora. Bildim, bilmədim belə. Qab-qacaq olsun, hər cür şey. Yəni insan həyatında artıq şeylər saxlamamalıdır mənim fikrimcə. Yaptım hanımlar. Tabii ki de yerde kalan şeyler var. Bunları yeniden buralara bir yerlere koymalıyım. Çünkü bəzilərini atacağım, bəzilərini koymalıyım. Çünkü başka yeri yoktu. Arkasına bunu çatmır. Oranı temizlemiştim. Buranı da temizledim. Kapının girəcək hissəsində olan difarla işim bitti. Yerdə qalan işlərim. Dırnaqlarım məhv oldu da, böyle palçığını, zamaskasını təmizləyənə kimi.
Buralar təmizlənmişdi əslində. Amma evi pəncərənin qarşısını silirsən, üstündən 2 dəqiqə keçir. Gəlirsən həmin pəncərənin qarşısına. Görürsən bu elə bilə silməyibsən. Ona görə yəni toz normaldır. Bunlar da yanıqdır nədir burada? Yanıb iyi bura nədirsə. Getmir axı. Yanıb. Kömür kimi burası. Neyse belə sıvarka eləyiblər, neyiblər buralarda. Ondan düşüb deyəsən. Aha, yıxılmışdı. Belə. Ora. Ora. Eləmə. Münasebet. Eləmə da.